Это вступительное слово. Bu giriş sözüdür. Да, и я хотел бы поделиться с вами одной мыслью. Və sizinlə bir fikir barəsində bölüşmək istəyirəm. Давайте откроем 1 Коринфянам 13 глава 8 стих. Gəlin Koniflərə 1-ci məktubun 13-cü fəslinin 8-ci bəndini açaq. Любовь никогда не перестает. Məhəbbət əsla tükənməz. Хотя и пророчества прекратятся, Amma baxmayaraq ki, peyğəmbərliklər də sona çatacaq, языки умолкнут, dillər ənamı da qurtaracaq и знание упразднится, və bilik də aradan qalxacaq. любовь никогда не перестает. Amma məhəbbət əsla tükənməyəcək. Почему не перестает? Niyə görə tükənməyəcək? Потому что Бог есть любовь. Çünki Tanrı, Rəbb məhəbbətdir. Он сам является источником любви. Məhəbbətin mənbəyi Tanrının özüdür. И я хотел бы немножко поделиться сейчас вот об этом. Və biraz indi bax bu barədə bölüşmək istəyirəm. Знаете, недавно я услышал прочел одну статью. Və bu yaxınlarda bir statiya oxumuşam, məqalə oxumuşam. Да, и это была статья об одной женщине. Və bu məqalə bir qadın barəsində idi. Да, ее звали Вольф. Вольф это ее фамилия. Və bu qadının soyadı Wolf idi. Да, и она вошла в книгу рекордов Гиннесса. Və bu xanım qadın Guinness-in rekordlar kitabına düşüb. Знаете, с чем она вошла? Bilirsiniz nə ilə düşüb? Она самое первое место занимает в мире по заключенным бракам. Nigah bağlama üzrə dünyada birinci yerdə durur. 24 раза она вышла замуж. 24 dəfə bu xanım ərə gedibdir. Да. И самый первый брак, у нее это был самый счастливый брак. Этот брак продлился всего лишь, это был самый долгий брак. Он продлился 7 лет. Və birinci nigahı ən xoşbəxt nigah olub və ən uzun nigah da həmən o nigah olubdur. Cəmi 7 il çəkib. Да. А самый короткий брак 36 часов. Ən qısası isə cəmi 36 saat. Да. И когда у нее спрашивали, ну почему так часто? Və bu qadından soruşanda ki, niyə görə belə tez-tez ərə gedirdi? И она говорила, ну потому что любовь прошла. Deyirdi ki, çünki məhəbbət keçib getdi. Нету романтики. Romantika yoxdur. Понимаете? И среди ее мужей были и пасторы. Və ərlərinin arasında hətta pastor da var idi. Сантехники были. Santexniki də olub. 2 бомжа были. 2 dənə bomj olub. И она искала эту романтику. Və bu qadın romantika axtarırdı. И когда мы смотрим на жизнь, если вы где-то, может, читаете, но вы знаете, я знаю, что вы знаете, жизнь голливудских актеров. Əgər Hollywood aktyorlarının həyatlarına baxsaq, bilirəm ki, siz də oxuyursunuz onlar barəsində. Как часто они заключают браки? Разводятся, женятся, разводятся, женятся. Bu aktyorlar, aktrisalar dəfələrlə nigaha girirlər, boşanırlar tez-tez. Но наш Бог, Он не таков. Amma Tanrımız belə deyil. Бог, Он говорит, что любовь никогда не прекращается. Rəbbimiz, Tanrımız deyir ki, məhəbbət əsla tükənməyəcək. Любовь никогда не перестает. Məhəbbət heç zaman dayanmayacaq, qurtarmayacaq. Несмотря на то, что ситуации могут меняться, Baxmayaraq ki, vəziyyətlər dəyişə bilər, ухудшаются, vəziyyətlər pisləşə bilər, но Его любовь, она постоянная. amma Rəbbin məhəbbəti daimidir. И я хотел бы сейчас поделиться с вами одним свидетельством. Və sizinlə indi bir şahadətlə bölüşmək istəyirəm. Да. Наверное, многие из вас это свидетельство знают. Yəqin ki, sizlərdən bir çoxu bu şahadəti bilirlər. Но я думаю, я все равно расскажу, потому что также я верю, что многие не слышали. Amma hər halda istəyirəm danışım o şahadəti, çünki əminəm ki, bir çoxları eşitməyiblər. Да, про современных героев веры. Deməli, müasir iman qəhrəmanları barəsində. Да, я хотел бы рассказать вам историю свидетельства одной миссионерской пары. Bir missioner cütlüyün şahadəti ilə bölüşmək istəyirəm sizinlə. Итак, в 1921 году 1921-ci ildə одна шведская пара, молодожены, Şved ailəsi, cütlüyü, yeni evlənmiş cütlük. на самом деле 2 пары. Əslində isə 2 cütlük var idi. И одну пару звали Дэвид и Свея Флат. Deməli, cütlüklərdən biri David və Sleya Flat idi. Свея Флат, да, Флат фамилия. Flat onların familiyası, soyadı idi. И у них маленький мальчик. Və onların balaca oğlan övladı var idi. Да, и другая пара это тоже шведы Юэль и Берта Эриксоны.
və növbəti cütlük onlar da şved idilər və Yulia Erikson, Юэль. Yuel Юэль и Берта və Berta Эриксона. Eriksonlar. Да, вот это 5 человек. Və bax bu 5 nəfər Они получают призыв от Бога onlar Tanrıdan çağırış aldılar. поехать и служить на миссиях в Конго, Çağırış aldılar ki, gedib Kongoda missiyada в xidmət Африке. etsinlər Afrikada. Конго это, если посмотреть на карту Африки, это самая центральная часть. Deməli, əgər Afrikanın Посередине. xəritəsinə baxsaq, Kongo mərkəzi bir hissədə И yerləşir. вот они приезжают туда, Və budur bu ailələr gəlirlər ora да, и поднимаются на самую высокую гору, там деревня, və kənddə bir uca dağın başına qalxırlar они идут в джунгли və cəngəlliyə gedirlər и решают там поселиться, служить этой деревне. və qərara gəlirlər ki, orada məskənləşib həmən o cəngəllikdə olan kənddə olan insanlara xidmət etsinlər. Но когда вождь этого народа, он услышал, он понял, почему они пришли, Və bu xalqın başçısı başa düşəndə, eşidəndə ki, onlar nəyə görə gəliblər он запрещает им входить в деревню. və onlara qadağan etdi ki, kəndə Да, girməsinlər. и он говорит, живите за 500 километров от деревни. Deyir ki, kənddən 500 kilometr aralıda yaşayın. Да. И вот они живут вдали от этой деревни и ожидают своего часа. Və budur, onlar kənddən uzaqda yaşayaraq öz vaxtlarını, saatlarını gözləyirdilər В джунглях. cəngəllikdə. И начинает изучать их язык суахили. Və onların dillərini öyrənməyə başladılar. O dil Suaxiya dili idi. Да. И вождь этого племени разрешил маленькому мальчику 2 раза в неделю приносить им продукты. Və bu kəndin başçısı balaca oğlana icazə verdi ki, həftədə 2 dəfə kəndə yemək gətirsin. O insanlar. Kənddən insanlar ailələrinə yemək Да, aparsın. там яйца, курицу, фрукты. Yumurta, toyuq, meyvə. А всем остальным другим жителям он запрещает просто общаться с этими людьми. Başqa kəndin sakinlərinə isə qadağan edir ki, bu insanlarla əlaqədə, ünsiyyətdə olmasın. Слышали эту историю? Eşitmisiniz bu əhvalatı? Да, слышали? Да. Известная история. Çox məşhur bir əhvalatdır. И вот они живут, изучают их язык, Və культуру. budur, bu xalqlar, bu adamlar orada yaşayaraq onların dilini öyrənirlər, mədəniyyətini öyrənirlər. Этот мальчик приходит 2 раза в неделю, и Свея, она общается с этим мальчиком. Və bu uşaq həftədə 2 dəfə onlara yemək gətirir və bu Svey adlı adam da o uşaqla ünsiyyətdə olur. Xanım. Свея Флат. Svey Flat. Да. Но потом происходит несчастье. Və sonra isə bədbaxt hadisə baş verir. Она сильно заболевает малярией. Və bu xanım malariya xəstəliyinə tutulur. Она, можно сказать, на грани жизни и смерти. Və demək olar ki, ölümlə həyat arasında qalır. Чудом она получает, она исцеляется, она Və выздоравливает. möcüzəli şəkildə şəfa tapır. Затем она забеременела. Və sonra isə hamilə qalır, Да, и boylu qalır. Да, и потом она рождает ребенка. Və sonra övladı doğulur И ребенка они называют по имени Айна. və uşağın adını Ayna qoyurlar. Да. Но через 17 дней она умирает. Və 17 gün keçəndən sonra uşaq mı? Нет, мать умирает. Мать умирает. Ana ölür И муж Дэвид, он разбит. və yəni qadının əri sınıqlı vəziyyətə düşür Да, он отчаян в вере, в своем служении. və öz imanındadır, həyəcanlanır, xidmətindədir Да, он не понимает, что Бог делает в его жизни. və başa düşmür ki, Tanrı onun həyatında nə iş görür. Почему он сюда пришел? Он не может не общаться, он не может заниматься миссиями. Nəyə görə gəldiyini bilmir, çünki təlimlə məşğul ola bilmir, missiyalarla məşğul ola bilmir. И он оставляет эту девочку Айна с другой парой, с семьей, у которых не было детей, да, Эриксоны. Və öz yeni doğulmuş körpəsini digər cütlüyə verir, hansı ki onların körpəsi yox idi. И говорит, все, с меня хватит. Və deyir ki, vəssalam. Он забирает своего сына и уезжает опять обратно в Стокгольм, в Швецию. Və öz oğlunu, balaca oğlunu götürür, yenidən öz ölkəsinə qayıdır. Там он женится, Və orada evlənir да, и
полностью отошел от Бога və tam olaraq Tanrıdan uzaqlaşır и становится атеистом, və nəticədə bir ateist olur. да, Tanrı вообще ненавидит Бога. Как он говорит, он nенавидел Бога. dediyi kimi, yəni Tanrıya nifrət etməyə Он говорит, что başlayır. Бог разбил мою жизнь. Və deyir ki, Tanrı həyatımı məhv etdi. Да, он забрал мою жену. Həyat yoldaşımı əlimdən aldı Жизнь потрачена впустую. və həyatımı boşa sərf eləmişəm. И он стал алкоголиком, Və nəticədə спился. içki düşkününə çevrilir Вот это его жизнь. və budur onun həyatı. Но что происходит с девочкой? Bəs bu uşağın, qızın başına nə gəlir? Помните, Айна, она, Yadınızdadır o Ayna, которая родилась. yeni doğulmuş körpə. Так вот, Эриксоны, та другая семья, которые удочерили ее, Və bu uşağı övladlığa götürən digər o Eriksonlar ailəsi через 8 месяцев они скончались. 8 ay keçəndən sonra onlar da həlak oldular. Сначала жена, потом муж. Əvvəlcə zövcəsi qadın, sonra isə kişi əri. И одна из версий говорит, что этот вождь, он отравил их. Və bir yerdə deyilir ki, həmən o başçı, kəndin başçısı onları zəhərləmişdi. И поэтому эту маленькую девочку, ей уже 3 года, где-то приблизительно, Və bu balaca uşağın da təxminən 3 yaşı var idi artıq. а в 3 года ее забирает другая миссионерская семья в Америку. 3 ildən sonra 3 yaşında onu başqa bir missioner ailəsi özü ilə Amerikaya aparır. Артур и Анна, муж, жена, Артур, Анна Берг. Artur və Anna Berglər ailəsi. И вот она живет уже в Америке. Və budur artıq bu balaca qızcığaz Amerikada yaşayır. Она растет, поступает в институт. Böyüyür və universitetə daxil olur Да, и там она знакомится с молодым парнем, və gənc bir oğlanla tanış olur, выходит замуж. ərə gedir. Оказывается, потом этот молодой парень, ее муж, потом он становится президентом христианской школы. Və sonra isə sən demə həmən bu ərə getdiyi gənc oğlan xristian məktəbinin prezidenti olur. Да, и кстати, когда эта американская семья, она взяла эту девочку Айна, Və bu Amerikan ailəsi bu balaca qızı övladlığa götürəndə они поменяли ее имя не Айна, а она стала ее назвали Агнес. deməli Ayna adını Агнес. Agnes adına dəyişirlər. Да, и вот эта Агнес, она уже замужем, Və bu уже взрослая Agnes, женщина. bu qız artıq böyük xanımdır, ərə gedib Но она помнила, что кто были ее родители. və amma yadındadır ki, valideynləri kim olubdu. Она знала, что она приемная дочь. Və bilirdi ki, o övladlığa götürülür. Да, и что ее родители, они служили Господу в Африке, в Конго. Ki valideynləri Afrikada Tanrıya xidmət edirlərmiş. И вот в 48 лет, когда ей исполнилось 48 лет, она мужу говорит, я хочу навестить, я хочу поехать, полететь в Швецию. Və 48 yaşına çatanda o deyir ki, mən İsveçrəyə uçmaq istəyirəm, Да, на родину. öz vətənimə getmək istəyirəm. Она не знает шведский язык. Və şved dilini bilmir. Она всю свою жизнь, можно сказать, прожила в Америке, Və demək olar ki, bütün həyatını Amerikada yaşamışdı. в Сиэтле. Seattle-da. И вот вдруг Və budur birdən ей на почту домой приходит журнал, христианский журнал. onun evinə, postuna bir xristian jurnalı Она gəlir. никогда не подписывалась на этот журнal. Və heç zaman bu jurnala abunəliyə qəbul etməmişdi. Да, но почему-то этот журнал приходит к ней домой, Bəs на nəyə görə шведском. bu jurnal şved dilində onun evinə nəyə görə göndərirlər bunu? Да, и она смотрит этот журнал на шведском. Она не знает, хотя она шведка, но она не знает этот язык. Baxmayaraq ki, özü əslən İsveçrədən idi, amma bu dili bilmirdi, amma jurnala baxırdı. И это христианский журнал. Və bu xristian jurnalı idi. И там вдруг она видит свидетельство. Və birdən orada bir şahadət görür. Свидетельство об Африке. Afrika barəsində И şahadət. там она видит могилу. Və orada bir qəbir görür. И на могиле крест в Və Африке. qəbrin üzərində çarmıq şəkli var. И она видит, читает имя своей матери. Və anasının adını oxuyur oradan. И вдруг это ее взбудоражило. Və birdən o onu həyəcanlandırır. Она находит одного верующего брата, чтобы тот перевел эту статью. О чем эта статья? Və bir imanlı qardaşı tapır ki, bu məqaləni tərcümə etsin ki, bu məqalə nəyin barəsindədir? И статья говорила о ее отце и матери, которые служили в Конго. Və məqalə bu qızın Kongoda xidmət edən ata-anası barəsində yazılmışdı. Да, и что мать, она скончалась там. Ki, anası orada rəhmətə gedib И там написано, что отец жив, и он продолжает жить в Стокгольме. və məqalədə yazılıb ki, atası hələ də yaşayır və Stokholmda А yaşayır. она всю жизнь думала, что отец тоже Və умер. bütün həyatı boyunca düşünürdü ki, atası da ölübdür. И вот она хочет быстро полететь в Стокгольм и найти своего отца. Budur, tez bir zamanda Stokholma uçub öz atasını tapmaq istəyir. Она находит своих
своих сводных братьев, və öz ögey qardaşlarını axtarır tapır да, и братья предупреждают ее. və qardaşları da onu xəbərdar edirlər Она уже в Стокгольме с мужем пришла. ki, artıq budur Stokholmdadır, əri ilə birlikdə gəlib ora Что не говори с папой о Боге. və deyirlər ki, atamızla Allah barəsində danışma. Да, это его больше разгневает. Çünki bu onu daha çox hiddətə gətirəcək. И она находит своего отца. Və budur atasını tapır. Ему уже 73 года. Artıq 73 yaşı var. Дэвид Флат. David Flat. Он алкоголик, İçki düşkünüdür дом полный бутылками, pustыми və бутылками. evi boş butulkalarla doludur. И она приходит, у отца был уже инфаркт, она приходит к отцу, Və atası artıq infarkt keçirmişdi, atasının yanına gəlir говорит, папа, это я. və deyir ki, atacan mənəm, Это Айна, Ayna. которую ты оставил в Африке. O Ayna ki, sən Afrikada məni atdın getdin, Помнишь меня? yadındadırmı? И он начал плакать. Və atası ağlamağa başladı И он говорит, что дочка, вся моя жизнь прошла впустую. və deyir ki, qızım, bütün həyatım boş-boşuna keçdi. Да. Я похоронил твою маму там в Африке. Anavı orada Afrikada dəfn etdim. Бог отвернулся от нас. Allah bizdən üz döndərdi. И Агнес, уже это другое имя, Агнес, она показывает ей этот журнал, шведский христианский журнал. Və bu qızı atasına həmən o Şvets jurnalını göstərir. Говорит, папа, это не так. Və deyir ki, atacan bu belə Посмотри, deyil. Бог что сделал. Bax gör Tanrı nə etdi. Через маму, через тебя. Anam və sənin vasitənlə. И в этой статье она начала читать эту статью отцу. Və qız həmən o məqaləni atası üçün oxumağa başlayır. И эта статья была о мальчике, Və həmən məqalə oğlan barəsində idi. который приносил им яйца, курицу, фрукты. O oğlan ki, həmən bu ailələrə qida, ərzaq gətirirdi. Yumurta, toyuq, Так вот, meyvə. он vырос, Və budur, oğlan böyüyüb, да, он получил образование, təhsil alıbdı. и он попросил разрешения у вождя открыть школу там в деревне. Və həmən başçıdan xahiş edibdi ki, həmən kənddə bir məktəb açsın. И потом он начал делиться Евангелием в своей деревне. Və sonra isə öz kəndində müjdə ilə bölüşməyə başlayıb. Сначала приняли Христа его родители, Əvvəlcə valideynləri Məsihi qəbul edib, а потом вождь принял, sonra isə başçı Məsihi qəbul потом etdi. вся деревня приняли Və Христа. bundan sonra bütün kənd Məsihi qəbul etdi. И он пишет, что теперь в этой деревне 600 человек верующих, мы поклоняемся, у нас тут церковь. Məqalədə yazır ki, artıq bu kənddə 600 nəfər imanlı var və biz Tanrıya sitayiş edirik. Да, и Агнес показывает статью своему отцу, папа, смотри, что Və Бог делает. qızcığaz da həmən məqaləni atasına göstərir və deyir ki, bax gör Tanrı nə edir. И отец его покаялся там. Və atası orada tövbə edir. Да, он попросил прощения. Tanrıdan Там üzr было большое istəyir. примирение. Və orada böyük barışıq oldu. И через несколько недель отец умер и ушел на небеса. Və bir neçə həftədən sonra atası ölüb səmalara getdi. Вот какой Бог верный. Baxın görün Tanrımız necə Любовь никогда не sadiqdir. перестает. Məhəbbət əsla tükənməz. И можно было бы тут поставить точку, да, ну Və все, burada хороший nöqtə финал. qoymaq olardı və demək olardı ki, yaxşı finaldır. Но нет. Amma deyil. Через 3 года Агнес, она идет на большую международную конференцию в Лондон. Və 3 ildən sonra bu qız Agnes Londonda böyük bir tədbirə gedir, Конференция. konfransa В gedir. 1975 году. 1975-ci ildə. И вот там из разных стран люди. Və orada müxtəlif ölkələrdən adamlar И gəlirlər. вдруг выходит на сцену мужчина, африканец, Və budur Afrikadan olan bir kişi səhnəyə çıxır и он говорит, что Бог делает в Конго. və Tanrının Kongoda nələr etdiyi barəsində danışır. Он говорит, что в Конго уже 110 тысяч верующих. Və deyir ki, Kongoda artıq 110 min imanlı var. Да, много-много церквей. Çoxlu kilsələr var. Да. Что Бог делает там? Görün Tanrı nə işlər görür orada. И после собрания, после сессии, она подходит к этому Və африканцу. həmən sessiyadan sonra bu qız Afrikalı kişiyə yaxınlaşır. И она говорит, может быть, вы знаете, в 20-е годы мои родители, Дэвид и Свея Флат, они служили Господу там, в Конго. Может быть, вы их знаете. Və həmən o kişiyə deyir ki, bəlkə siz 20-ci illərdə mənim valideynlərim orada xidmət edirdilər, bəlkə onları tanıyırsınız. И этот мужчина начал плакать. Və bu kişi ağlamağa başlayır. Он говорит, я приносил им яйца, курицы. Я был тем самым маленьким мальчиком. Və deyir ki, mən həmən o balaca oğlan idim ki, hansı ki onlara yumurta, toyuq gətirirdim. И он сказал, твоя мама, когда она болела малярией, Və deyir ki, anan malariya xəstəliyinə tutulanda с температурой,
qızdırması olanda Она открывала мне детскую Библию и читала мне истории. və mənim üçün uşaq Bibliyasını açıb əhvalatları oxuyurdu. Она молилась за меня. Mənim üçün dua edirdi. Да, и я удивлялся, как она с такой болезнью, с такой температурой, но есть силы, она делится со мной. Və heyrətə gəlirdim ki, bu qadının belə yüksək hərarəti var, amma mənimlə bölüşür. И твоя мама, она изменила мою жизнь. Və sənin anan mənim həyatımı dəyişdi. А через наше служение, через мое служение, Бог изменяет Конго. Və mənim xidmətim vasitəsilə isə Tanrı Konqonu dəyişir. И Он говорит, тебе нужно обязательно полететь вместе со мной в Конго. Və deyir ki, sən mütləq mənimlə birlikdə Konqoya uçmalısan. И они lетят в Конго. Və onlar gedirlər И Konqoya. когда Агнес, она с мужем, они выходят с аэропорта Və Agnes öz əri ilə birlikdə hava limanından çıxanda в Конго, столице, Konqoda да. paytaxtda Сотни и сотни верующих, yüzlərlə imanlılar они встречали ее, onu qəbul edirlər да, и благодарили Господа за ее маму, за ее отца. və Tanrıya onun atası, anasına görə minnətdarlıqlarını bildirirlər. Итак, любовь никогда не перестает. Beləliklə məhəbbət əsla Мы tükənməz. можем думать, что Бог отвернулся от нас, Və biz düşünə bilərik ki, Tanrı bizdən üz döndərib. но Бог никогда Amma Tanrı не прекращает нас любить, heç vaxt bizi sevməkdə dayanmır. потому что Бог не человек. Çünki Tanrı insan deyil. Давайте сейчас помолимся. Gəlin indi dua edək.